Təsvirlənməyən feillər. Bu günləri təsvirlənməyən feillər haqqında məlumat verməyə çalışacağam. Təsvirlənməyən feillər nədir? Şəxsə, kəmiyyətə görə dəyişməyən feillər təsvirlənməyən feillər sayılır. Bundan əvvəl təsvirlənən feillər haqqında məlumat vermişdim. Yəni şəxsə, kəmiyyətə görə dəyişən feillər. Bunlar hansılardır? Feilin şəkilləridir. Feilin şəkilləri şəxsə, kəmiyyətə görə dəyişirdi. Yəni şəxs şəkli qəbul edirdi, kəmiyyət şəkli qəbul edirdi. Bu formada onlar şəxsi kəmiyyətə görə dəyişirdi, amma təsvirlənməyən feillərdə artıq bu xüsusiyyətlər yoxdur. Yəni şəxsə və kəmiyyətə görə dəyişməyən feillərdir. Bunlar hansılardır? Məzdər feili isə feili bağlama. 3 dənə addadır. Bunları təsvirlənməyənlərin, yəni təsvirlənənlə təsvirlənməyənlərin müxtəlif ümumiyyətlə fərqli və oxşar cəhətləri var. Fərqli cəhətləri nədir? Yəni təsvirlənən feillərlə təsvirlənməyən feillər. Təsvirlənən feillər belə deyək ki, şəxsi kəmiyyətə görə dəyişir, feilin öz sualına cavab verir, yalnız bir qrammatik belə deyək ki, ancaq feilin xüsusiyyətini daşıyır, yalnız bir niksəsinin xüsusiyyətini daşıyır. Amma təsvirlənməyən feillərdə artıq bu xüsusiyyətlər heç də hər biri özünü əks elətdirmir. Təsvirlənməyən feillər, yəni məzdər feili və feili bağlama, feillə yanaşı ikinci bir niksəsinin xüsusiyyətini daşıyır. Yəni məzdər isim və feili sifət həm feilin, həm sifətin, feili bağlama həm feilin, həm də feili bağlama zərfin xüsusiyyətini daşıyırlar. Ayrı xüsusiyyəti feili hər ikisi feilin qrammatik məna növündə ola bilir. Həm təsvirlənən feillər, həm təsvirlənməyən feillər. Təsvirlənməyən feillər feilin qrammatik məna növündə də olur və iki niksəsinin xüsusiyyətini daşıyır. Bunları az öncə qeyd elədim. Təsvirlənən feillər feilin sualına cavab verir, amma təsvirlənməyən feillər feilin yox, daşıdığı ikinci bir nitq hissəsinin sualına cavab verir. Yəni məzdər ismin sualına cavab verir, isimdən nəyin? Feili sifət sifətin sualına cavab verir, feili bağlama da zərfin sualına cavab verir. İndi daha ətraflı burada tanış olaq. Təsvirlənməyən feillərin fərqli cəhətləri. Təsvirlənən feillər yalnızca feilin qrammatik xüsusiyyətlərini daşıyır. Yəni yalnızca feil olur. Yəni ona nitq hissəsi kimi yalnızca feil deyirik. Şəxsi kəmiyyətə görə dəyişir. Təsvirlənən feillər şəxsi kəmiyyətə görə dəyişir. Sonra yalnız feili xəbər olur. Təsvirlənən feillər yalnızca feili xəbər olur. Tərkib əmələ gətirə bilmir. Təsvirlənən feillər, amma təsvirlənməyən feillər tərkib əmələ gətirir. Təsvirlənməyən feillər feili xəbər olmur. Digər cümlə üzvləri olur. Yalnız feilin sualına cavab verir. Sonra təsvirlənməyən feillərin xüsusiyyətləri hansılardır? Feillə yanaşı ikinci bir nitq hissəsinin xüsusiyyətini daşıyır, az öncə qeyd etdim. Feillə yanaşı ikinci bir nitq hissəsi xüsusiyyətini daşıyır. Misal üçün, məzdər isminin xüsusiyyətini daşıyır, həm də feillə yanaşı feili sifət, feillə yanaşı sifətin, feili bağlama, feillə yanaşı zərfin xüsusiyyətini daşıyır. Şəxsə kəmiyyətə görə dəyişmir, ancaq bayaq az öncə qeyd etdilər, dəyişirdi. Cümlə üzvü kimi mübtəda, tamamlıq, təyin, zərflik, ismi xəbər olur, yəni ancaq feili xəbər olmur. Tərkib əmələ gətirir. Yəni bu tərkib əmələ gətirir. Məzdər feili və feil bağlama tərkibləri deyirik, feili birləşmə deyirik onlara. Sonra həm feili, həm də digər nitq hissəsinin sualına cavab verir. Bu formada qeyd edirik. Sualına cavab verir. Sonra təsvirlənən və təsvirlənməyən feillə oxşar cəhətləri məzmunda hərəkət anlayışı var. Təsdiq və inkar olur, qrammatik məna növünə görə dəyişir. Yəni hər ikisi, həm təsvirlənənlər, həm təsvirlənməyənlər təsdiq və inkar olur, qrammatik məna növünə görə dəyişir. İndi isə yəqin ki, bunlar haqqında yetərli məlumatı mənimsədiniz. Keçək məzdərə.